Rusiya Federasiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin növbəti sərsəm fikirləri Milli Məclisdə ciddi narahatlığa səbəb olub. Eyni zamanda Azərbaycan-Rusiya iki tərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərib. Bunu parlamentin bugün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı deyib. Əgər o Azərbaycanın indi ərazi bütövlüyünü təhdid edirsə və Dağlıq Qarabağın Rusiya birləşməsi ilə bağlı ardıcıl olaraq suçlarını ortalığa qoyursa, nəhayət buna cavab verilməlidir və mən təklif edirəm ki, hörmətli cənab sədr məclisin rəhbərliyi səviyyəsində Dövlət Dumasının rəhbərliyinə onun fəaliyyətinin bu şəkildə davam etdirilməsinə son qoyulması ilə bağlı xəbərdarlıq edilməlidir və eyni zamanda deyilməlidir. Bu bir mənalı şəkildə belədir ki, onun əslində bu cür sərsəm çıxışları Azərbaycan cəmiyyətində kifayət qədər kəskin reaksiya ilə qarşılanılır və heç şübhəsiz ki, bu iki dövlət arasındakı münasibətlərin bundan sonra da yüksək səviyyədə qurulmasına öz mənfi təsirini göstərir. Əgər nəzərə alsaq ki, bugün Rusiyada millətçilik meyli geniş şəkildə güclənməkdədir, onun çıxışları heç də təsirsiz ötüşmür. Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur. Fəzail müəllim, bu Jirinovskinin xarakteristikasını özün verdin, ancaq Jirinovskinin danışıqları cavabsız qalmadı. Milli Məclis sədrinin birinci müavini Jirinovski çox tutarlı, argumentli bir cavab verdi. O gündən də sonra görürsük ki, onun səsi kəsilib. Yəni, onları biz Milli Məclisin onu gətirib iclasına çıxartmalı. Kənarda danışıq deputatdır, sən də eyni ilə onun dediyi kimi onların sözündür. Parlamentin. Yəni, bu məsələnin cavabı verilib və bu birinci dəfə deyilir. Bilir ki, bu advokat adamdır. Bir adam ki, əslini danır, o adamdan biz başqa şey gözləyə bilmərik yaxı.